Mən Şehzadə Hüseyn Razıoğluyam. Əvətdə yaşayırıq. 11 yaşım var, 5-ci sinifdə oxuyuram. Mən Cəfərova Tamam Aslan qızı 1976-cı ildə bu Füsunkar Qoşa kəndində doğulmuşam. Ehtiyatda olan kapitan Əyibov Fərhad Rüstəmoğlu, Hacıyev Cavanşir Nadiroğlu, Mən Həmidov Həmid Abdükərimoğlu. Mən Abdullah Qurdanov 1988-ci ildə Ağdam rayonunun Tatradan Saletdiyində dünyaya gəlmişəm. Atam o da traktor sözüdür. Qutardı, yığdı qutarı, traktor, gəlin kəndimizə çərçənbə qalıyıq. Onlar gedəndə elə mən deyirəm, mən də aparım. Mən də onlarla getdim. Bayram mənim birinci getdi, minya düşdü. Anam da maşındaydı. Biz atamla durmuşduq təpənin başında. Təpənin başında duranda nəysə bayram mənim düşdü. Sonra bizə getdik Haraya. Haraya gedəndə orada gördük ki, bayramı öldü. Sonra atamla ora düşəndə atamın çıxıcası getdi. Ondan sonra anam da ayağının altındakı mina atamı öldürdü. Kəndimiz Ermənistanla həmsərhəddir. Bizim evdən yuxarıda örüş var, Şıxınyalı deyilən hissədir. Mən o inəyi örüşə öyrədərkən qəfildən miniyə düşdüm. Mən ömrümün ən qaynar çağında miniyə düşdüm, müharibənin qurbanı oldum. döyüş tapşırığını yerinə yetirərkən sol ayağımı dizdən yuxarı itirdim. 2021-ci ilin aprel ayında Qubaldı rayonu Eyvazı kəndində minəyə düşdüm. Sağ ayağımı dizdən aşağı, sol gözümü görmə qabiliyyətini itirib. 2002-ci il noyabrın 6-sında minəyə düşmüşəm. Sol ayağımı itirmişəm. 2008-ci ilin noyabr ayının 16-sında 20 yaşının tamamına biraz qalmışla minəyə düşmüşdüm. Cavan bir oğlan olaraq. Həyatda mübarizə aparmaq lazımdır. Bu dünya sanki enişli, yoxuşlu yoldur. Artıq mən bir sənətkaram, tikmə toxuma ustasıyam. Həm 2 kitab müəllifiyəm. Bir kitabım da çapa hazırdır, birinin üzərində işləyirəm. Mən elə bilirəm ki, hər ilməmdə mən yaşayıram, hər qələmimdə, hər öz sözümdə mən yaşayıram. Partlayışdan sonra dram aldım. Dram apardı açma, ta indi yaxşıyam. Böyüyəndə gecə futbolçu olacağam. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olub. Qarabağa köçürülmüş şəxslərdə tövsiyəm odur ki, qadağan olmuş zonalara, mina təhlükəsi olmuş zonalara girməsi məsləhət görülmür. Mina elə bir şeydir ki, torpağın altında onu hər hansısa bir hissiyatla ya nəyləsə görmək olmaz. İşarələrə bəli, diqqət eləsinlər, rayət eləsinlər, deyilən yerlərdə olsunlar, qıraq yerlərə keçməsinlər, mina olan sərhədləri gözləsinlər, yəni keçməsinlər. Qaradağ bölgəsinə gizlin, xəbərsiz keçən insanlar ki var, icazəsiz yerlər ki var, ora icazəsiz keçirlər, minalıq zonalardır. Mən onlara tövsiyə oladırlar ki, keçinəsinlər heylədir yerlərə. Çünki sonraki teşnasıq heç nə ifadə vermir. Mənim öz təxəyyülümdən gələn bir sözdür. Minaların səssizliyi kürzə ilana bənzər. Toxundun mütləq çalmalıdır. O da iskelet şəkilləri var idi. O da X var idi ki, çünki oraya girmək olmaz. O faciə bizim başımıza gəlib. Ona görə də ora girməyin.